Bugün benim değerli dostum, kardeşim, Birinci Vətən Müharibəsinin qazisi, Akif kardeşim Ağzəbəddən bir kəlmə deməklə ki, bizim Ağzəbəd rayonunun Yamadınlı kəndində bir 44 günlük Vətən Müharibəsində Asimimizin anası yol gözləyən anadır. Onu ziyarət edək. Akif kardeş dedi baş üstü. Ben Allah'tan bütün şehitlerimize rahmet diliyorum. Allah bütün şehitlere rahmet diliyorum. Gazilerimize Allah sağ sağlık. Veteranlarımıza Allah korusun. Ordumuz olan Azerbaycan olsun Allah korusun. Uza Tanrı'dan arzumuz budur. Ali Başkomandanımız Allah. Bayrağımız uzalarda dalgalasın. Bizim gurbette olan kardeşlerimiz var, soydaşlarımız var. Allah gurbette olan kardeşlerimizin her birini korusun. Amin. İbadet kardeşimiz var orada, dostumuz, canımız, var kardeşimiz var. Allah Azerbaycanlı kardeşlerimizin her birini korusun. Amin. Biz bugünündü inşallah gedirik. Elə bu plakatı gördük, abidəni gördük. Dedim Akif biz düşək, şəhidlərimizi biz ziyarət edək. O ziyarətdən sonra inşallah gedirik inşallah Qiyamadınlı kəndində Asimimizin anasını ziyarət edirik. Allah'tan arzum budur ki, Asimin tez bir zamanda şad xəbəri gəlsin. Şad xəbəri gəlsin, ananın gözü yoldan yığışılsın. Amin Allah. Biz şəxsən onu danışanda mən şəxsən körəllər ki, ata dözməyərək bu dünyadan köstü. Allah Yaqub Atıya rəhmət eləsin. Ana tənha qalıbdır. Gedək inşallah ananı ziyarət eləyək. Ondan sonra Allah'ın köməyinə ananın əlini öpməyə gedirik inşallah. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Gedək. Yavaş.